Salam şagirdlər və müəllimlər. İndi isə danışırıq biz Qızıl Ordu dövlətindən. Bu dövlətin əraziləri, yəni Qızıl Ordu dövlətinin ərazisi Xarəzm, Şimali Qafqaz, Qıpçaq çölü və gələcəkdə qərbdə işğal ediləcək ərazilər daxil idi. Və bu ərazilər Cuzi xana verildiyindən bu dövlət Cuzi ulusu da adlanmış olur. Ordu isə, yəni Çingiz xanın vəsiyyətinə görə onun oğlu Cuziyə verilməli idi bu ərazilər və ona görə bu dövlətə bəzən Cuzi ulusu da deyilir. Ordu isə Monqol dilində çadır mənasını vermiş olur. Ona görə Qızıl Ordu qızıl çadır mənasındadır. Yəni xanın sarayı çadırı isə qızıl rəngdə olduğuna görə ona qızıl çadır, qızıl ordu, ordu çadırdır. Çadır da qızıl rəngində olduğuna görə buna qızıl çadır deyirdilər. 1235-ci ildə Qaraqurun qurultayı keçirilir. Bu qurultayda günbatan ölkələr, yəni Cənub-Şərqi Avropaya yürüş haqqında qərar qəbul olunur. Bu yürüşə isə Cuzi xanın oğlu Batı xan rəhbərlik etməli idi. Əvvəlcə Batı xan İdil Bulqarları, Rus knyazlarını tabe etmiş olur. 1240-cı ildə Kiyev tutur və Polşaya daxil olmuş olur. 1240-cı ildə isə deməli ilk növbədə İdil Bulqarları məğlubiyyətə uğradılır. Ardınca 1240-cı ildə Kiyev tutulur və Polşaya daxil olunur. 1241-ci ildə isə Polşa, Alman və Macar qüvvələri məğlub edilir, Macaristana və Çexiyaya daxil olunur. Lakin işğal edilən ərazilərdəki üsyanlar, əskərlərin yorulması və eyni zamanda Böyük Monqol xaqanının ölüm xəbərini eşidən Batı xan geri qayıtmağa məcbur olur. Yəni o geri qayıtmalı idi və yeni xaqanın seçilməsində iştirak eləməli idi. Çingiz xanın vəsiyyətinə uyğun şəkildə davranmalı idi. Ancaq yolda eşidir ki, artıq o getmədən xaqan seçilibdir. Ona görə də İdil çayı sahillərində dayanır və burada özünə Saray Batı şəhərini, yəni öz adına uyğun Saray Batı şəhərini saldırır. Nəticədə işğal edilmiş bu ərazilər 13-cü əsrin 40-cı illərində Qızıl Ordu dövlətini yaratmış olur bu ərazilərdə. İlk paytaxtı Saray Batı, sonralar isə Saray Bərkə şəhəri olur. Rus knyazları bu dövrdə tabe edilmiş olur Qızıl Ordu dövlətinə. İlk vaxtlar Qızıl Ordu Böyük xandan asılı idi. Yəni bütün onsuz da yaradılmış Monqol ulusları Böyük xandan asılı idilər. Ta ki 13-cü əsrin sonlarına kimi. 13-cü əsrin sonlarından etibarən isə müstəqilləşməyə başladı. Qızıl Ordu xanlarından danışa biləcəyimiz xanlardan biri Özbək xandır. Özbək xan 1313-1342-ci illərdə hakimiyyətdə olub. Onun dövründə İslam dini rəsmi dövlət dini kimi qəbul edilib və türkləşmə prosesi başa çatmış olur. Həmçinin deməli 1359-cu ildə isə artıq Cuzinin nəslindən, yəni Cuzi xanın nəslindən olan xanların hakimiyyəti başa çatır. Bununla da hakimiyyət uğrunda mübarizə başlayır və dövlət zəifləməyə doğru gedir. Deməli, nə vaxtdan? 1359-cu il Cuzi nəslinin başa çatmasından sonra. Qızıl Ordunun zəifləməsindən istifadə edən Rus knyazları da artıq Moskva knyazı ətrafında birləşərək ona qarşı mübarizəyə başlayırlar. 1380-ci ildə Kulikova döyüşü olur. Rus knyazları burada qalib gəlmiş olurlar. Qızıl Ordu sərkərdəsi Mamay xan isə məğlubiyyətə uğramış olur. Burada Mamay xan öldürülür. Yəni burada Mamay xan Qızıl Ordu xanı deyil, sadəcə olaraq Qızıl Ordu dövlətinin sərkərdəsidir. Ordunun başında dayanan şəxsdir. Rus knyazları bu döyüşdən sonra asılılıqdan çıxmış olurlar. Daha sonra Toxtamış xan gəlir hakimiyyətə. 1382-95-ci illərdə hakimiyyətdə olur. O isə itirilmiş qüdrəti bərpa etməyə çalışırdı. Buna görə 1382-ci ildə Moskvaya hücum edir. Moskvanı ələ keçirir. Rus knyazlıqlarını yenidən Qızıl Ordu dövlətinə tabe etmiş olur. Hansı ki, Kulikova döyüşündə müstəqillik qazanmışdılar. İndi ondan 2 il sonra yenidən Qızıl Orduya tabe olunur Rus knyazları. 1395-ci ildə isə Terek döyüşündə Əmir Teymurla qarşılaşan Toxtamış ağır məğlubiyyətə uğramış olur. Teymur isə burada qalib gəlmiş olur bu döyüşdə. Və Teymur baxmayaraq ki, qeyd edim ki, Toxtamışın hakimiyyətə gəlməsinə kömək eləmişdi. Ancaq sonralar Toxtamış Teymura qarşı çıxır. Və Terek döyüşündə artıq Teymur Toxtamışı məğlubiyyətə uğradır. Və bu döyüşdən sonra Qızıl Ordunun şərq vilayətləri Əmir Teymura tabe edilmiş olur.
Qızıl Ordu bundan sonra parçalanmağa doğru gedir. Və artıq 15-ci əsrdə Qızıl Ordunun parçalanmasının nəticəsində burada bir sıra dövlətlər yaranır. Yəni Qızıl Ordunun ərazisində dövlətlər yaranmağa başlayır. Bunlardan Krım xanlığı idi, Həştərxan xanlığı, Qazan xanlığı, Noğay Ordasının adını çəkə bilərik. Hansı ki, sonralar bu ərazilər bir-bir ruslar tərəfindən işğal edilmiş olacaq. Adını çəkə biləcəyimiz digər bir Qızıl Orda xanı isə Əhməd xandır. 1465-1481-ci illərdə hakimiyyətdə olub. O, Qızıl Ordunun qüdrətini bərpa etməyə çalışırdı. 1480-ci ildə Moskva knyazlığına yürüş edib və həmin vaxtı məşhur Uqra görüşü deyilən hadisə baş verib 1480-ci ildə. Yəni Uqra çayı sahilində o, belə deyim, Moskva knyazlığının ətrafında birləşmiş digər Rus knyazlıqlarının ordusu ilə üzbəyüz dayanır. Ancaq Əhməd xan onlarla, yəni Rus qoşunları ilə döyüşə girməkdən çəkinir. Və bununla da heç bir döyüş baş vermir. Amma Qızıl Ordudan Rus knyazlığının asıllığına bir dəfəlik son qoyulmuş olacaq. Və daxili çəkişmələr nəticəsində 16-cı əsrin əvvəlində Qızıl Ordu dövləti artıq süquta uğramış olur. Artıq Qızıl Ordu dövləti süquta uğramış olur 16-cı əsrin əvvəllərində. Dövlətin idarə etməsinə gəldikdə isə qeyd edə bilərik ki, Böyük xan dövləti idarə edən birinci şəxs sayılırdı. Xanın yanında məşvərətçi orqan olan Ali Məclis fəaliyyət göstərirdi. Burada Tarxan adlı, belə deyim, imtiyazlı şəxs də var idi. Hansı ki, vergidən azad edilməsi haqqında Böyük xan fərman verirdi. Və belə fərman yarlıq adlanırdı. Baskaklar vergi yığan məmuru idi. Böyük yasa və müsəlman türk ənənələri əsasında dövlət idarə olunurdu. Yəni, həm Çingiz xanın böyük yasasından, həm də müsəlman türk ənənələrindən istifadə edirdilər. Dövlət divanı var idi. Bu, ali icra edici orqan idi, dövlətin divanı. Mülki və hərbi səlahiyyətlərə malik idi. Baş vəzir mülki işlərə baxırdı. Beylərbəy isə hərbi işlərə baxmış olurdu. Mövzumuzdan bu qədər.